Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul görüşü şəhərin 2-ci məhəlləsində keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müxtəlif dövlət qurumlarının, təşkilat və müəssisələrin rəhbərləri, eləcə də şəhid ailələri, qazilər və sakinlər iştirak edib. Səyyar qəbul zamanı şəhər rəhbəri sakinləri ayrı-ayrılıqda dinləyərək onların müraciətlərini nəzərdən keçirib. Qaldırılan məsələlər əsasən sosial təminat, məişət şəraiti, mənzillə bağlı çətinliklər və məşğulluq problemləri ilə əlaqəli olub. Bir sıra müraciətlər dərhal yerindəcə həllini tapıb. Əlavə araşdırma tələb edən mövzularla bağlı Zakir Fərəcov aidiyyatı qurumların rəhbərlərinə müvafiq göstərişlər verib. O, vətəndaş müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə və qısa zaman ərzində icra edilməsinin vacibliyini xüsusi qeyd edib. Bildirək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sakinlərlə açıq dialoqu davamlı, səmərəli şəkildə davam etmək məqsədi ilə səyyar qəbul və görüşləri mütəmadi şəkildə təşkil edir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.